deməli, əslində məktəbə qəbul etmədən öncə onunla bir psixoloq danışmalıdır. İmtahan metodu şagirdə travma buraxa biləcək bir metoddur. Təhsilin ən böyük hədəflərindən biri də budur ki, mən öyrəndiyimi qarşı tərəfə öyrədim. Müəllim şagirdə həm də çöldə necə davranmaq lazımdır və insanları necə qiymətləndirmək lazımdır, bunu da öyrətməlidir. Salam, podkastımıza xoş gəldiniz. Mən Azər Axundlu, Edisofya Təhsil Mərkəzinin qurucusu və həmçinin ingilis dili müəllimi. Bu gün bizim çox gözəl bir qonağımız var. Əli müəllimlə sizi tanış edeyim. Özü Azərbaycanda hal-hazırda yaşayan ən yaxşı dil ədəbiyyat müəllimlərindən olduğunu deyə bilərəm. Əli müəllim, xoş gəldiniz. Xoş gördük hər birinizi. Salamlayıram hər kəsi. Mən Əlizadə Əli, özüm müəlliməm və eyni zamanda psixoloji fəaliyyətlə də məşğul oluram. 4-5 ildir ki, tədqiqatçıyam, bu sahədə araşdırmalar aparıram və şagirdlərin həyatdan necə daha yaxşı toxunmaq olar mövzusunda kifayət qədər təcrübələr əldə etmişəm. Çox gözəl, sizi görmək burada xoşdur. Bugünkü mövzumuz təhsil olacaq. Bir çoxumuzun yaralı yeri olan təhsil. Əslində mən ilk sualımla başlamaq istəyərdim Əli müəllimə. Əli müəllim, deyə bilərsinizmi, təhsil nədir? Sizin nəzərinizdə təhsil nədir? Mənim fikrimcə, Azər müəllim, təhsil bir şagirdin həyatına toxuna bilmək və ona istiqamət verməkdir. Və məsələn bizdə adətən müəllimlər şagirdlərə daha çox öyrədici cəhətdən yanaşmağa çalışırlar. Yəni mən bir şagirdə nə qədər çox biliyi daha yaxşı ötürə bilirəmsə, mən yaxşı müəlliməm. Amma bu mənim fikrimdə kökündən yanlışdır. Yaxşı müəllim daha çox şeyi daha yaxşı formada öyrədən müəllim deyil. Yaxşı müəllim şagirdə daha yaxşı istiqamət verməyə bacaran müəllimdir. Platonun bir sözü var. Deyir ki, təhsil boş qabı doldurmaq deyil. Təhsil közərməkdə olan atəşi alovlandırmaqdır. Yəni biz çalışmalıyıq ki, şagirdlərin həyatına müsbət mənada təsir edək və onun üçün bir istiqamət qoyaq. Yəni şagirdə bir yön verək və həmin şagird o yön vasitəsilə istiqamətini tutsun, özü irəliləsin. Mən belə düşünürəm. Çox gözəl. Yəni mən də həmçinin düşünürəm ki, əslində təhsil insanın şəxsiyyət kimi formalaşması üçün əsas amildir və hətta dünyada belə deyək, insan iki cürdür. Bir insan ya alimdir, ya da tələbə. Bir çoxu əgər təhsildə özünü şəxsiyyət kimi formalaşdıra bilirsə, alim dərəcəsinə çata bilir və yaxud ömrünün sonuna qədər tələbə olaraq davam edir. Amma əslində də hər bir alim də öz dərəcəsinə görə də bir tələbədir. Yəni biz hər bir tələbəyə əslində şəxsiyyət kimi birinci yanaşmalıyıq. Təhsildən öncə şəxsiyyət gəlir. Əgər bir tələbədə şəxsiyyət formalaşmasa, ona verdiyimiz təhsil əslində çox böyük təhlükələrə yol aça bilər ki, necə dünyada gördüyümüz bəzi terror qruplaşmasının rəhbərləri də əslində çox təhsilli adamlardır, ölkə xaricində oxumuş, təhsil almış şəxslərdir. Fəqət onlar təhsili düzgün dəyərləndirə bilməyib və yaxud mahiyyətini başa düşməyiblər. İndi biz əsasən burada ölkəmizə fokuslanmaq istəyirik. Çünki bizim cəmiyyət həqiqətən mənim nəzərimdə çox ağıllı bir cəmiyyətdir. Sadəcə potensialini tam olaraq ortaya qoymamış ola bilər. Siz bir çox yaş qrupunda olan tələbələrlə işləyirsiniz və xüsusən orta məktəb və məktəbə qədər hazırlıq deyək və yaxud universitetə hazırlaşan tələbələrlə işləyirsiniz. Sizin təhsildə ən çox qarşılaşdığınız problemlər nədir? Yəni tələbələr ən çox nədən şikayət edirlər? Vallahi Azər müəllim, belə bir şey deyim sizə. Təhsildə ən çox qarşıma çıxan problemlər şagirdə lazımi dəyərin verilməməsidir. Yəni şagirdə şəxsiyyət kimi yanaşmalısan inkişafı üçün. Amma təəssüf ki, müəllimlərimiz öz iş prosedurlarını, iş prinsipiymiş kimi, yəni belə də olmalıdır, dərs keçməliyəm, pulumu almalıyam tipli yanaşmalarla həyata keçirirlər. Və bu da şagirdin şəxsiyyət kimi dərs öyrənməsindən daha çox şagird vasitəsilə öz qazancını təmin etmə prosesinə çevrilir. Yəni çalışmalıyıq ki, ilk olaraq özümüzün hansı vəzifədə olduğumuzun fərqinə varaq. Biz müəllimik. Bizim vəzifəmiz hal-hazırda şagirdlərin həyatına toxunmaq və onları bir şəxsiyyət kimi ortaya çıxarmaqdır. Necə ki, məsələn, gülü sulayarsan, gül böyüyər, çiçək açar. Biz gülü sulamaq yerinə gülü alırıq, qoyuruq bir kənarda, sadəcə ona baxırıq, deyirik ki, hə, nə qəşəng güldür. Amma fərqinə varmalıyıq ki, o gül bir müddət sonra sola bilər. Və eyni zamanda çox gözəl toxundunuz. Əgər təhsil sırf şagirdə bilik öyrətməkdirsə, o zaman çox təhlükəli insanlar yetişə bilər. Çünki elm belə bir şeydir ki, elm hər şeyin niyəsinə cavab verir və sən məsələn daha yaxşı bir şey öyrənirsənsə, onu necə tətbiq edəcəyini bilmirsənsə, sən gələcəkdə cinayətkar da ola bilərsən bu sayədə.
Amma biz təhsillə yanaşı şagirdə şəxsiyyət aşılasaq və şagirdə bu təhsildən necə istifadə etməli olduğunu öyrətsək, təbii ki, kifayət qədər yaxşı şagirdlər yetişdirə bilərik. Ona görə mən düşünürəm ki, ilk olaraq vəzifəmiz şagirdə şəxsiyyət kimi yanaşmaqdır. Məsələn, mənim dərslərimdə mənim ilk prinsipim şagirdə şəxsiyyət kimi yanaşmaqdır. Yəni ilk olaraq onun potensiallarını ortaya çıxarıram. Onunla o prosesdə dost olmağa çalışıram ruhi cəhətdən. Sonra onun o gizli yerlərini kəşf eləyəndən sonra biz başlayırıq təhsil ötürməyə. Və həqiqətən də bu işə yarayır. Bir də görürəm ki, məsələn, şagird dərsə qarşı maraq oyanır. Biz şagirddə dərsə qarşı maraq oyatmasaq, yəni sırf bu proseduru yerinə yetirsək, şagird dərsdən soyuya bilər və kitabı öz qabağına qoyanda mən niyə bu dərsi oxuyuram sualına cavab olaraq sadəcə universitetə girməliyəm və yaxud da sadəcə yaxşı qiymət almalıyam cavabını verirsə, o təhsil də, o dərs də ona kifayət qədər fayda verməyəcək və bezəcək o işdən. Tək amalı bu olacaq ki, bu dərslər haçan bitəcək. Amma sən şagirdə istiqamət verdiyin zaman, məsələn, şagirdə desən ki, əgər əziz şagird, məsələn, sən bunu ona görə öyrənirsən ki, bu səni bir insan kimi yetişdirəcək, səni hədəflərinə daha da yaxınlaşdıracaq və hər bir insan hədəfləri üçün mübarizə aparmalıdır. O təhsil o şagirdi inkişaf etdirəcək və şagird artıq axşam kitabı qabağına qoyanda biləcək ki, mən nə üçün bu dərsi oxuyuram? Mənim hədəflərim var. Mən bu hədəflərə çatmaq üçün mübarizə aparmalıyam. Bir keyfiyyətli insan hədəfləri uğrunda mübarizə aparır. O zaman dərsi də sevəcək. Və bu zaman inanıram ki, həqiqətən də təhsildə ciddi bir nailiyyət əldə oluna bilər. Bunun da tək sirri şagirdə yanaşma tərzidir. Çox gözəl. Mən sizə qatıram Əli müəllim. Hətta belə deyərdim ki, əslində hər bir tələbə bilgi ilə yanaşı bəzi şeyləri bacara da bilməlidir. Məsələn, biz daha çox indiki tələbələri robot kimi inkişaf elətdiririk, robot kimi onlara təhsil veririk və bu təhsilimizin ən böyük problemidir. Mən özüm ingilis dilini tədris edərkən də bu hallarla rastlaşıram. Görürəm ki, tələbələrin bir çox problemi, hətta problemin 99,9% deyə bilərdim ki, onların öyrənmə bacarığı ilə əlaqəli deyil. Qətiyyən onların hər birinin, hər bir tələbənin, hər bir uşağın öyrənmə bacarığı var. Onun fitrətində var. Sadəcə, eee, həmin tələbə şəxsiyyət kimi formalaşmadığı üçün bu tələbə yetişkinlik yaşına çatanda bunun önündə bəzi baryerlər yaranır ki, bu həmin tələbə məlumatı qəbul eləyə bilmir, qəbul etsə də qavraya bilmir. Əslində hər bir deyə bilərəm ki, hər bir pedaqoq həmçində bir psixoloq olmalıdır. Əgər bir pedaqoqun psixoloqluq bacarığı yoxdursa, o özünün müəllim olduğunu iddia edə bilməz. Hətta deyərdim ki, o müəllim tələbənin gözünün içinə baxdığı zaman artıq onun hansı psixoloji baryerlərinin olduğunu anlamalıdır. Əgər anlayırsa və tələbənin üzərindən o baryer götürülürsə, tələbə öyrənməyə başlayır. Yəni bir tələbəni belə düşünək, insanın içindəki olan məlumatlar bir çay axınına oxşuyur. Əgər biz bu axan çayın önünə eee, daşlar qoysaq, böyük kütlələr qoysaq, bu çay axınını istər-istəməz yavaşladacaq. Yavaşlatmaqla yanaşı onun yönlərini dəyişdirəcək. Amma həlbuki tələbənin qarşısından o baryerlər götürülsə ki, bu baryerlər həmin o psixoloji baryerlər sayılır, ailədə şəxsiyyətin verilməməsi, uşağın şiddətə məruz qalması. Onlar götürüldüyü an artıq tələbədə böyük bir şəxsiyyət formalaşması ilə yanaşı, o şəxsiyyət məlumatı düzgün qəbul edə bilir. Amma əgər o şəxsiyyət həmin tələbədə yoxdursa, ona verilən məlumatı tələbədə şəxsiyyət formalaşmadığı üçün çox təhlükəli yönlərdə də istifadə eləyə bilir. Belə deyək ki, qısa dönəm hədəflərdən danışdıq. Bir çox tələbələrimizin problemi ondadır ki, onlar qısa dönəmli hədəflər qoyurlar. Yəni deyirlər ki, mən oxuyum, universitetə girim, təhsil alım, bu imtahanı keçim. Amma halbuki təhsilin ən böyük hədəflərindən biri də budur ki, mən öyrəndiyimi qarşı tərəfə öyrədim. Yəni mənə bir məlumat ötürülürsə, bu məlumatı mən bir nur kimi qarşı tərəfə yaymalıyam. İndi biz belə deyək, hər bir tələbəni müəllim kimimi böyütməliyik, Əli müəllim? Azər müəllim, belə bir şey deyim sizə. İnsanı həyatda var edən şey hədəf və məqsədləridir. Əgər insanın doğru hədəf və məqsədi olmasa, o insan həyatda tam təkmilləşməmiş varlıq sayılır. Amma yüksək hədəfi və məqsədi olan insanlar gələ biləcəyi nöqtə də onların hədəfləri və məqsədləri qədər olur. Ona görə də məsələn şagirdin ilk olaraq etməli olduğu şey düzgün hədəf qoymaqdır. Məsələn şagird fikirləşirsə ki, mən məsələn bu dərsi oxuyuram, amma oxumağımın səbəbi sırf universitetə girməkdir. Mən əmin idim ki, o dərsin faydası da elə universitetə girənə qədər olacaq. Ki, bir gün görürük də universitetə girən tələbələr artıq imtahanı verdik gündən sonra bir ay ərzində öyrəndikləri şeylər hamısı arxa bazaya gedir. Yəni şuurdan bir çoxu silinir. Ona görə də şagird doğru bir hədəf seçməlidir özünə. Məsələn, mən bu dərsi nə üçün oxuyuram? Şagird hədəf seçsə əgər ki, məsələn, mən bu dərsi oxuyuram ki, şəxsiyyət olum, o zaman
Bir də görəcəksiniz ki, şagird həm universitetdə girmək üçün yüksək nəticə əldə edir, həm universitetdən sonra da o fəaliyyət davam eləyir və həm şagird şəxsiyyət olaraq yetişir, həm də bilik bazası kifayət qədər formalaşır. Məsələn, mən, fəlsəfəni müstəqil oxumuşam. Bizdə universitetdə hələ ki fəlsəfə keçmirlər və mən oxuyordum təqribən 2-ci kursda. Fəlsəfəyə də kifayət qədər marağım var idi. Götürürdüm həmin dərslikləri, uşaqlardan almışdım da PDF versiyalarını. Karantin dövrü idi özü də bizdə universitetə lap bağlı idi və biz, məsələn rayondan qoşulurduq dərslərə. Mən o fəlsəfə kitabını almışdım, evdə PDF formasında oxuyurdum və təsəvvür edin ki, mən cümləni anlamırdım. İlk dəfə fəlsəfə oxuyuram, amma hədsiz dərəcədə də fəlsəfəyə sevgim var. Cümləni anlamırdım və təsəvvür edin ki, bir cümlə üstündə 10 dəfə o tərəf bu tərəfə gedirdim ki, cümləni başa düşə bilim. Sonra necə oldu? Bir həftə belə davam elədi və bir həftə sonra mən artıq gördüm ki, mən oxuyuram kitabı və həqiqətən də oxuduqdan sonra artıq cümləni bitirəndə həm də cümləni anlayıram. Onun səbəbi bu mübarizə oldu. Ondan sonra mən başladım fəlsəfə kitablarını toplu halda oxumağa, fəlsəfə tarixini oxumağa və sair və gördüm ki, mən inkişaf edirəm yavaş-yavaş. Mənim düşüncə tərzim dəyişir, dünyaya görüşüm, dünya baxışım dəyişir və bu mənə zövq verirdi. Ondan sonra keçdim psixologiya kitabları oxumağa. Ona görə deyirəm ki, məqsədimizi özümüz təyin etməliyik və bu məqsədin yiyəsi özümüz olsaq, hədəflərimizin yiyəsi də özümüz olsaq, sahibi özümüz olsaq, biz həqiqətən inkişaf eləyərik. Adətən məsələn bir gün bir çox şagirdin məqsəd və hədəflərini valideynləri təyin edir. Ki, sən belə olmalısan, böyük sən təhlükədir, çox bəli, böyük əlbəttə ki, təhlükədir. böyük təhlükədir. Sən belə olmalısan, sən bu vəzifəyə gəlməlisən və sair. Ya da ki, toplum təyin edir. Və ona görə də şagirdlər o vəzifəyə belə can yandırmırlar və o onların ruhuna işləmir oxuduqları şeylər. Amma bir şagird, bir gənc öz məqsədini və hədəfini özü təyin eləsə, doğru hədəflər qoysa qarşısına və həmin hədəflər üçün mübarizə aparsa, bir də görəcəksiniz ki, o bir müddət sonra çox böyük bir insan olub. Ona görə də yenə təkrarlayıram, insanı bu həyatda var edən şey, insanın bu həyatda tək dəyəri özünün seçdiyi hədəflər və məqsədlər və bunun uğrunda apardığı mübarizədir. Aha, çox gözəl. Bir, siz orada hədəflərlə və valideynlərə diqqət yetirdiniz, Əli müəllim. Burada bir şeyə mən diqqət etmək istəyirəm. Mənim öz tələbələrimdə də yaşadığım problemdir. Bəzi valideynlər övladlarının hər şeyşünas olmalarını istəyirlər. Yəni bu da böyük bir təhlükədir. Əslində düzdür, hər bir, gənc universal olmalıdır, amma hər şeyşünas olmağı çox da inandırıcı gəlmir. Çünki, böyük mütəfəkkir Əli İbn Əbi Talib də deyir ki, insanın ağlı, sənin ağlın hər şeyi düşünməyə yetməz, sən ona görə ən mühüm olanlarını düşün. Zaten, üzr istəyirəm, Nizami Gəncəvin də bu haqda sözü var. Deyir ki, kamil bir plançı olsa da insan, yaxşıdır yarımçı papazçılıqdan. Bəli. Çox gözəl, nöqtəyə değindiniz. Yəni bəzən görürəm ki, valideynlər tələbəni 8-9 hazırlığa qoyur və bu tələbə bir, maşın kimi işləyir. Yəni səhər gedir, çıxır, o biri dərsə gedir, fizikaya gedir, kimyaya gedir, dil ədəbiyyata gedir, ingilis dili hazırlığına gedir və bəzən görürəm ki, tələbə dərsdə belə müəllimin üzünə nifrətlə baxır. Amma tələbəni qınamalı deyil, çünki tələbədə biz Yükü ona çoxdur. qarşı yükü çoxdur və ona biz o təhsilə nifrətlə yanaşır. Halbuki mən valideynlərə də deyirəm ki, siz övladlarınızı birinci danışın. Onun hansı, nəyə bacarığı var, nəyə istedadı varsa, ona doğru yönəlsin və bildiyi bir şey üzərində daha çox düşünsün. Hətta bir deyim var idi, deyirdi ki, tək bir şey ol, amma ən yaxşısı ol. Yəni, bir insan da mən düşünürəm ki, tək bir şey olmalıdır, amma o işin ən yaxşısını görməlidir və siz bununla bağlı nə düşünə bilərsiniz ki, niyə valideynlər, tələbələri bu qədər hazırlığa qoyur? Yəni uşaqlar nəyin yarışının içindədirlər? Kimlə yarışırlar? Dünyada 7 milyarda yaxın insan var. Yəni niyə yarışırlar? Niyə uşaqlar yersiz rəqabətə salınır və bir şey də deyim ki, artıq müasir elm də təsdiq edir ki, imtahan sistemi əslində çox pis və təhlükəli sistemdir. Yəni bir tələbəyə bir məlumatı imtahan əsasında ötürmək, imtahan əsasında onun bacarıqlarını ölçmək bunu göstərmir. Belə deyim ki, ingilis dili bilən tələbələrlə işləyərkən bəzi tələbələr oldu ki, məşhur bir imtahan var, IELTS imtahanı. Oradan yüksək nəticələr alırdılar, 7-5, 8. Mən onları imtahan edərkən görürdüm ki, əslində 7-5, 8 demək ingilis dilini hardasa ana dili səviyyəsində bilmək deməkdir. Amma bu tələbələr heç ingilis dilini demək olar ki, o qədər yaxşı danışa bilmirdilər. Daha çox əzbərçi şəkildə ingilis dilini istifadə edirdilər və siz imtahanlarla bağlı nə deyirsiniz? Çünki məktəbdə də işləyirsiniz Əli müəllim. Yəni imtahan sistemi təhsilin parçası mı olmalıdır? Ümumən imtahana ehtiyac varmı? Biz yəni tələbənin bilib-bilmədiyinə şübhə ilə yanaşıb onu testmi etməliyik? Baxın Azər müəllim, bir insanın həyatda
Məsələn, tutaq ki, 10 dənə qoyunu var ya da 100 dənə qoyunu var. Amma bu sahədə çox professional bir çoban olsa, o yenə də yaxşı pul qazana bilər o sahədən. Amma professional olması şərtdir. Ya da ki, məsələn, bir insan professional marketinqi bilsə, yenə bu sahədə uğur qazanacaq. Və yaxud da ki, bir şəxs kompüter elmlərini çox yaxşı bilsə, bu sahədə də uğur qazanacaq. Yəni biz hansı sahəni daha yaxşı mənimsəsə, yəni bir sahədən yapışıb onu daha potensial şəkildə mənimsəsək, o sahədə mütləq şəkildə qabağa gedəcək, pul da qazanacağıq, inkişaf da edəcəyik. Amma pərakəndəlik bizi saxlayır addımlardan. Məsələn, sən gah filan sahəni yarısı biraz bilirsən, bu sahədən də biraz bilirsən, o sahədən də biraz Gah nala, bilirsən. gah mıxa vurmaq. Əhsən. Və ondan sonra bir də görürsən ki, bütün sahələri yarımçıq qalmısan. Ona görə doğru vurğulayırsınız. Məsələn, valideyn gərək övladını bir sahəyə, bir istiqamətə professional şəkildə hazırlasın. O istiqamətə yönləndirsin. Gəldik qiymətləndirmə məsələsinə. Mən fikirləşirəm ki, bəli, qiymətləndirmə məsələn test metodu və yaxud da ki, imtahan metodu şagirdə travma buraxa biləcək bir metoddur. Biz həmin yaşımız, yəni imtahan vermək, yeniyetməlik dövrümüz bizim potensial inkişafımızın ən çəkli dövrü hesab olunur. Həmin dövrdə şagird çox yaxşı inkişaf edə bilər. Öz sahəsi üzrə çox yaxşı məlumatlar əldə edə bilər. Amma biz onu imtahan proseduruna salanda bu stres, bu sahə üzrə mübarizə aparmaq şagirdi bu potensiallarını yarımçıq qoyur. Şagird dərin travmalar yaşayır. Məsələn, mən bu imtahandan aşağı bal yığsam, valideynlərimin gözündən düşərəm, toplumun məndən gözləntisi var. Təsəvvür edin ki, 16-17 yaşlı bir uşaq üçün yaşadığı mühitdəki toplumun ondan gözləntisi nə qədər ağır bir travma hesab olunacaq. Sən o imtahandan kəsilsən ya da ki, o lazımi balı ödəməsən, düşünəcəksən ki, hamı indi artıq məni bacarıqsız deyəcək. Ona görə mən fikirləşirəm ki, imtahan sistemi başqa formada olsa daha yaxşı olacaq. İndi təbii ki, məcbur ol, yəni hansısa bir sahədə işləmək üçün biz sahədə imtahan verməliyik. Amma bu başqa metodlarla olsaydı çox yaxşı nəticələr əldə edə bilərdik. Çox keyfiyyətli insanlar da yetişdirmək olar bu formada. Düzdür. Və hər bir tələbəni əslində dərsi qəbul etmədən öncə, ümid edirik ki, Təhsil Nazirliyi də bunu nəzərə alar. Yəni hər bir tələbəni əslində məktəbə qəbul etmədən öncə onunla bir psixoloq danışmalıdır. Psixoloq onunla bir söhbət aparmalıdır ki, bunu 1-ci sinifə başlatmadan öncə bu uşağın psixologiyası ilə tanış olaq. Bir nümunə verim tələbələrimdən, ad çəkmək istəmirəm. Mən hər bir tələbəni dərsi götürmədən öncə ondan bir psixoloji test aparıram. Test deyil, əslində sorğu-sual, danışıram, tələbə ilə bir 1-2 saat söhbət edirəm. Bəzən bu söhbət aylar çəkə bilir. Və valideyndən də gözləyirəm ki, bu ay müddətində siz nəticə gözləməyin, çünki tələbəni tanıyıram. Deməli, bir gün valideyn mənə zəng etdi və tələbə ilə bağlı danışırdı. Deməli, tələbə ilə bir 20 dəqiqə danışdı tələbə haqqında, övladı haqqında. Dedi, özünə qapanıqdır, çölə çıxmır, kimsə ilə vaxt keçirmir, mənə qarşı kinlidir, mənlə heç bir şeyini bölüşmür. Mən də xanıma bir sual verdim. Dedim ki, xanım, övladınızın atası ilə arası necədir? Dedi ki, danışmır. Yəni, biz ayrılmışıq və atası ilə aramız yoxdur. Mən də dedim ki, övladınızın sırf təhsillə bağlı bariyeri atası ilə olan münasibətinin yanlışlığındandır. Yəni bu tələbənin baryerini artıq tanıdıq, doğru diaqnoz qoyduq. Artıq bu diaqnoz üzərindən işləyib düzəldə bilərik və hər bir insan əslində dəyişə bilər. Valideynlər qorxmasın ki, mənim övladım belə oldu, bəs bu uşaq belədir, mən bunu necə dəyişdirəcəm? Xeyr. İnsan dəyişə bilən varlıqdır, insan inkişaf edən varlıqdır və ölənə qədər də inkişaf edir. Bir gözəl bir sualım var Əli müəllim. Doğru müəllim kimdir? Doğru müəllim şagirdin potensialını kəşf edən, o potensial üzrə şagirdə istiqamət verən müəllimdir. İkincisi də doğru müəllim şagirdə şəxsiyyət verən müəllimdir. Yəni məsələn müəllim, məsələn mən razıyam. Tutaq ki, şagirdin potensialını kəşf elədi, ona üzrə istiqamət verdi. Amma bu sahədə ona şəxsiyyət verməsə, ona bir şəxsiyyət kimi yanaşmasa, əmin olun ki, o şagird o yolu gedə bilməyəcək. Məsələn, bir gün bəzi inkişaf etmiş ölkələrdə həm valideynlər, həm də müəllimlər bu prinsipə əməl edirlər. Məsələn, valideyn neyinir? Uşağına deyir ki, get o çətin bir oyun var, gir o oyunu oyna, amma sən özün oynayacaqsan. Mən isə kənarda qalacam, amma sənə güvənirəm. O sənə güvənirəm sözü o şagirdin o oyunu qazanmasına səbəb olacaq sirli sözdür. Və yaxud da ki, məsələn, bir müəllim şagirdə istiqamət verir. Deyir ki, məsələn, bunu belə eləsən daha yaxşı olar. Get bu sahədə mənim sənə öyrətdiyimi tətbiq elə. Amma sənə inanıram ifadəsi olmasa, ya da məsələn şagird bunu müəllimin baxışından, davranışından hiss eləməsə, şagird düşünsə ki, müəllim onsuz da mənim potensialımı zəif bilir. O zaman o şagird uğur qazana bilməyəcək. Qazansa belə uğur gələcəkdə ona elə də yararlı olmayacaq. Çünki o uğur onun ruhuna işləməlidir. Bu sahədə yarımçıq qalacaq. Bir də bayaqki mövzuya bir daha toxunum. Baxın bizdə
ərazilərdə şagirdlərin bir çox psixoloji problemləri olur, gənclərin xüsusən. Aralarında hətta inanın ki, şizofreniya xəstəliyinə əziyyət çəkən şagirdlər də ola bilər və yaxud da ki, məsələn, psixoz olan şagirdlər olur, müxtəlif psixoloji problemli gənclər var və bunlar, məsələn, bir çoxu kasıb ailələrdə, orta təbəqəli ailələr böyüdükləri üçün valideynlər bu sahəni ciddiyə almırlar və onların məsələn, bu problemləri yoxlamırlar həkimdə və ya psixoloq yanına götürmürlər. Hətta bizdə belə bir anlayış var, guya ki, psixoloq yanına kim gedirsə, həmin insan ruhi xəstədir və bunu Əslində xeyr. psixoloqa göndərməyə ehtiyac yoxdur. Bu çox yanlış bir stereotipdir. Çünki sən hər şey okey olanda da psixoloqa getməlisən. Hər şey normal, yaxşı olanda da psixoloqa müraciət etməlisən ki, görsün həqiqətənmi yaxşısan, yaxud da ki, ruhi problemlərin necədir. Ona görə də valideynlər uşaqları arabir psixoloji seanslara aparmalıdırlar ki, öyrənsinlər ki, uşaqlarında hansı problemlər var, hansı problemlər yoxdur. Çünki məsələn, bu da valideynləri günahlandırmaq olmaz, çünki müəyyən maddi problemlər var. Hər kəs ailəsi pulu çətinliklə qazanır. O da məsuliyyət düşür müəllimin çiyninə. Müəllim bunu aşkarlayanda həm məktəb psixoloqu ilə əməkdaşlıq etməlidir, həm də şagirdə onun həmin o problemləri çərçivəsində yanaşmalıdır. Çünki məsələn tutaq ki, bir şagirdə şizofreniya varsa, bunun əlamətlərini dərhal hiss eləmək olar davranışlarında ya da əməllərində. Bu fəaliyyətlə müəllim yanaşsa, uğur qazana bilər həmin şagird. Amma bizdə müəllimlər neyniyirlər? Düşün sinifə girirlər, mən özüm müəlliməm və artıq 4-5 ildir ki, bu sahənin içindəyəm. Müəllimin əsas hədəfi bu olur. Mən bu 45 dəqiqə ərzində elə eləyim ki, vaxtım qurtarsın. Vaxtım bitsin və mən buradan çıxım gedim. Təbii ki, burada biz heç vaxt uğur görə bilməyəcək. Yəni o sinifdə inkişaf görə bilməyəcək. Şagird o dərsdən sıxılacaq. Şagird də deyəcək ki, 45 dəqiqə qurtarsın, mən gedim sənə uşaqlarla söhbət edeyim. Məsələn, bizim universitetdə bir müəllimimiz var idi. Fəlsəfə müəllimimiz idi. O müəllim məsələn sinifə girən gün mən hiss elədim ki, bu digər müəllimlərdən fərqlidir. Yəni həm bizə çox fərqli yanaşırdı. Bir şəxsiyyət kimi özünü hiss edirdim onun yanında. Həm də o müəllimin bizi istiqamətləndirmə hədəfləri maraqlı idi. Müəllim durub bizə belə hər şeyi sadəcə öyrətsin, bu prinsiplə getmirdi. Müəllim bizə istiqamət verirdi. Məsələn, bunu izah edirdi, sonra bizim fikirlərimizlə maraqlanırdı. Və o zaman mənə fəlsəfəyə marağım daha da artmağa başlamışdı. Sonra bizə məsələn bu rus ədəbiyyatıdır, qərb ədəbiyyatıdır, onu keçən bir müəlliməmiz vardı. Onlayn o karantin dövründə keçirdi. Məsələn, mən tapşırıq verirdi bizə, Tolstoyun Anna Karenina əsərini və başqa əsərləri tapşırıq verirdi. Mən də evdə oxuyurdum da onları, telefondan keçirdi dərsi. Məsələn, mən öyrənirdim mövzunu. Tutaq ki, məsələn, dərsimiz Anna Karenina idi. Öyrənirdim bu mövzunu və müəllimə danışırdım, öz təhlilimi edirdim. Müəllim bəzən istiqamət verirdi, bəzən yol göstərib motivasiya verirdi. Bir neçə dərs sonra artıq mən gördüm ki, həqiqətən mən bu əsərləri oxuyanda zövq alıram. Hətta bəli, müəllimin təsiri ilə. Hətta elə bir gün gəldi ki, dərsi danışırdım, təhlil eləyirdim. Müəllim mənə bunu dedi ki, sən indiyə kimi bu ədəbiyyat dərslərini ən yaxşı təhlil edən bir neçə tələbəm arasındasan artıq. O qədər bu söz mənə motivasiya verdi ki, biz məsələn həmin semestr həmin dərsi bitirdik, həmin fən bitdi də. Mən ondan sonra oturdum həmin kitabların üstünə yenidən. İndiyə qədər də mən həmin kitabları oxuyuram, təhlil edirəm özüm üçün. Çox gözəl. Məsələn, Dostoyevskinin əsərlərinin bir çoxunu oxudum, Tolstoyu oxudum, Hugo'nun əsərlərini oxudum, digər müəlliflərin əsərlərini oxudum. Bir dənə səbəb var. Həmin müəllimin o mənə işıq tutduğu yol idi o da. Ay gözəl, çox gözəl. Bir nümunə vermək istəyirəm. Əslində o tələbənin bəzən gözünün içinə baxıb müəllimin mənə görə təsiri tələbə üzərində valideyndən də çoxdur. Çünki tələbə əslində təsir gördüyü vaxt müəllimdən çox, ailəsindən çox müəllimini görür. Və belə deyə bilərəm ki, bunun təsiri ilə bağlı bir nümunə çəkəcəm, bir neçə nümunə çəkəcəm. Doğan Cücəloğlu'nun "Öğretmenim bir bakar mısın?" diye bir kitabı var. Buraya da yerləşdirəcəyik. İstəyənlər kitabı əldə edib oxuya bilərlər və çox şiddətlə hər bir valideynə çox tövsiyə maraqlı kitab. edərik. Orada bir tələbə deyirdi ki, əslində bizə öyrətməyə ehtiyac yox idi. Tələbə şikayətindən danışır, məktəbdə gördüyü şiddətdən danışır. Deyir ki, mən demək istəyərdim ki, əslində mənə öyrədilməyə və bizə öyrətməyə ehtiyac yoxdur. Biz onsuz da öyrənirik. Bizə bir dəfə bəlkə də gözümüzün içinə baxıb müəllimin bizə "Mən sənə inanıram, sən bacararsan" bir xoş sözünü eşitmək idi. Bir nümunə verim ki, bir tələbə var idi. Bu tələbə 3-cü və 4-cü sinifə qədər riyaziyyatda çox yaxşı nəticələri olan bir tələbə idi. Bir gün həmin müəllim bu tələbəni partaya çıxarır, lövhənin önünə çıxarır və 2 məsələ həlli verir. Və bu həmin oğlan şagirdi olur və onun yanında da bir qız şagirdi olur. İkisi eyni anda riyaziyyat testi həll edirlər. Kim sürətli testi həll etsə, indi yəqin ki, müəllim bir hədiyyə, bir mükafat verəcək. Bu mükafat bölümünə değinmirəm. Orada həmin oğlan tələbə, riyaziyyatı yaxşı bilən tələbə qıza yenilir, o yarışda yenildi
və müəllim tələbədən bu performansı gözləmədiyi üçün sinifin ortasında tələbəyə şillə vurur üzünə. Doğrudan. Və bu tələbə öz xatirələrində də deyir ki, mən 11-ci sinifə gələndə vurma cədvəlini yadımdan çıxarmışdım. Yəni bir müəllimin şilləsi elə bir təsir qoyub ki, bu tələbə 11-ci sinifə qədər riyaziyyata nifrət edib və heç vaxt riyaziyyat öyrənə bilməyib və indi də deyir ki, riyaziyyat mənim önümə gələndə mən oxumaq istəmirəm. Burada t müəllimin təsirindən danışdıq. Müəllim əslində bir rol model olmalıdır da, belə deyək. Bəli. Müəllimin duruşu, müəllimin geyimi, müəllimin saç düzümü, müəllimin danışığı, səs tonu hər biri bir rol model olmalıdır və müəllimin əslində çox böyük üzərində bir, yük var. İndi belə deyə bilərik ki, əgər müəllimin üzərində bu qədər yük varsa, müəllim bu qədər məsuliyyət daşıyırsa, bəs müəllimin özünə kim müəllimlik eləməlidir? Müəllimin öz müəllimi kim olmalıdır? O özünü mü yetişdirməlidir? Yoxsa onu ali bir müəllimi, ona təhsil verən bir şey olmalıdır? Mənəvi bir gücmü deyim, ya necə? Baxın, məsələn, müəllimin mənəvi gücü, ona motivasiya verən şey, əgər bunu bacarsa əgər, ona motivasiya verən şey şagirdlərin ona olan sevgisidir. Mən məsələn bəzən yorğun oluram, məktəbə gedəndə yorğun oluram. Hətta adam işə getmək istəmir bəzi hallarda, o qədər yorucu proses olur ki. Amma fikirləşirəm ki, məsələn, mən indi otağa girəcəm, uşaqlar yaxınlaşacaqlar, məsələn, elə bir söhbət eləyəcəklər ki, məsələn, müəllim necəsiz? Onların adicə o sevgi ilə necəsiz deməsi, sevgisiz formada deyilən necəsizdən çox fərqlənir. Məsələn, özü də gəlirlər soruşur, müəllim necəsiz? Sonra başlayır, məsələn, şagird öz digər şagirdin yaşadığı dərdi danışmağa, konflikti danışmağa və s. Və buradan motivasiya alırsan. Çünki bilirsən ki, artıq sən bu şagirdin ürəyinə yol tapmısan və o artıq səndən öz həyatındakı ən ciddi problemləri səndən bölüşür. Və bölüşdüyü zaman da gözlərindəki sevgini oxuyursan onun gözündən. Çox dəyərli hissdir. Məsələn, mən ona görə də motivasiya alıram buradan. Amma məsələn, bir sinifə girsən, bütün şagirdlər soyuqdur və bilirsən ki, aranızda bu mənəvi bağ yoxdur, o sinifdə insan sıxılar və o sinifdən bacardığın qədər tez çıxmağa çalışarsan. Ona görə də əgər müəllim bu tədris prosesində motivasiya almaq istəyirsə, şagirdlə arasındakı bağı yaxşı qurmalıdır. Şagirdlərin qəlbində sevgi. Müəllim avtoritet olmalıdır, yoxsa dost? Qarışığı, ikisinin qarışığı. Həyatda belə bir şey var da, məsələn, sən hansı sahədə ən dərinə getməməlisən. Yəni bütün sahələrdə qarışıq orta nöqtəni, o qızıl ortanı tutmalısan. Müəllimin avtoritet tərəfi də olmalıdır, mehriban tərəfi də olmalıdır. Universal olmalıdır. Universal olmalıdır, bəli. Məsələn, çünki mövqeyə və şagird davranışına görə sənin xasiyyətin və rəftarın ona qarşı dəyişməlidir. Məsələn, çox mehriban olsan, belə hər şeyə yaxşı, əla edirsən və sair kimi cavablar verirsən, bir də görəcəksən ki, sinifi idarə edə bilmir. Oradan bir uşaq danışır, arxa sıradan 2 uşaq danışır və s. O da müəllimi yoracaq. Çox avtoritet olsan da görəcəksən ki, həm nəticə əldə edə bilmirsən tədris prosesində, həm də ki, artıq şagirdlər sənə nifrət edirlər. Bu da effekt verməyəcək. Amma sevgilə o sərt davranışı qarışdırsan bir-birinə, məsələn, girdin sinifə, ilk 10 saniyə, ilk 20 saniyə çox önəmli rol oynayır. İlk 20 saniyədə ağırlığını qoruyaraq sakit tonda girirsən sinifə. Şagird artıq görür ki, sakit tonda girir müəllim, deməli müəllimdə nəsə fikirlidir və s. özü sakitləşir. Sonra biraz mərhəmət göstərsən, şagirdlə zarafat edirsən və s. sonra yenə sərt tona keçirsən. Yəni bu xasiyyət dəyişdikcə şagirdlərin davranışları nizamlanır. Çünki tuta bilmirlər. Müəllim çoxmu mehribandır, müəllim çoxmu sərtdir. Bunu tuta bilmədikləri zaman tədris prosesində şagirdin davranışları da azalmağa başlayır. Əli müəllim, burada bir sual yaranır ki, müəllim şagirdə hansı davranışı öyrətməlidir? Deməli, Azər müəllim, bu aktual sualdır və burada bunu qeyd etmək istəyirəm ki, müəllimin vəzifəsi təkcə sırf elm öyrətmək deyil. Müəllim şagirdə həm də çöldə necə davranmaq lazımdır və insanları necə qiymətləndirmək lazımdır, bunu da öyrətməlidir. Sizə çox maraqlı bir şey danışacağam mən. Türkiyəli bir mütəxəssis var. Mən kitablarını çox oxuyuram, adını qeyd etmək istəmirəm. O deyir ki, bir dəfə universitetdə dərs yedim mən və bizdə nəsə maliyyə sahəsində idi və bu artıq praktiki dərslər keçirdi. Şagirdlər məsələn çölə göndərirdi, insanlara intervyu götürürdülər və kim daha yaxşı götürürdüsə ona qiymət yazırdı. Yəni interaktiv yanaşırdı dərslərinə. Deyir imtahan vaxtı yaxınlaşdı və imtahan da bilet formasındaydı. Deyir mən biletlərə bir dənə sual yazdım. Müəllimin də əsas qayəsi budur ki, şagirdlərin şəxsiyyət kimi yetişdirsin. Suala yazdım ki, hər gün 4 ildə universitetə gəlirsiniz. Hər gün qapıdan keçdiyiniz zaman qapının yanında dayanan xadimənin adı nədir? Sonra imtahana baxdım, cavablara baxdım, imtahan bitdi. Gördüm ki, bir nəfər belə doğru cavabı yazmayıb.
Hətta bir tələbənin, cavabları var idi. Belə yazmışdı. Deyir: "Hocam, mən indiyə qədər bu 4 il ərzində keçə bilmədiyim imtahan yoxdur, olmayıb. Hər imtahana yaxşı hazırlaşmışam, köçürmək üçün müxtəlif metodlarım olub və bütün imtahanlardan da bu sayədəyəm, köçürməklə və yaxud da ki, gizli yollarla keçmişəm. Amma deyir ki, həyatımda ilk imtahan idi ki, mən deyəsən burada kəsiləcəm." Və deyir, mən burada çox böyük bir şey öyrəndim. Sən demə, 4 il imiş, qapıdan girdiyimiz zaman üzümüzə baxan, gülümsəyən o insanın adını mən bilmirmişəm və deməli sadəcə olaraq mənim kimə məsələn, kimin mənə faydası dəyirsə, kim mənə sərf edirsə, sən demə onlarla ünsiyyətdə olmuşam. Sadəcə deyir ki, amma bu gün bilirəm ki, mən artıq burada kəsiləcəm. Müəllim deyir ki, mənə keçirdim imtahanda. Nəsə imtahan bitir, aradan, günlər keçir. Bir də gördüm ki, qapı döyüldü, xadimə keçdi içəri. Əlində də, bir dənə torba var. Yaxınlaşdı, torbanı qoydu mənim qabağıma və dedi ki, "Hocam üzrü sayın, mənim gücüm buna çatır. Bu bizim kəndimizdən gətirmişəm bunu sizin üçün. Yağ pendirdir biraz. Bundan çoxuna gücüm çatmadı." Dedim, "Bu nədir? Nə üçün gətirim? Nə ehtiyac var?" Dedi ki, "Hocam, mən ilk dəfədir ki, özümü dəyərli hiss edirəm. Hər dəfə, qapının ağzında qalanda heç kim mənə salam vermirdi. Tələbələrin mənə qarşı münasibəti çox fərqli idi. Amma son günlərdə nəsə olub, bir də görürəm ki, qapıdan çıxanda bütün tələbələr qapıdan içəri girəndə birinci üzümə baxırlar, gülümsəyirlər, sonra adımı çəkib mənə salam verib keçirlər. Bir də ilk dəfə mən özümü həyatda dəyərli hiss elədim. Ha, burada görünür ki, yəni yaxşılıq bulaşıcı bir şeydir. Bəli, bəli, bəli. Və mən inanmıram ki, məsələn, bizdə hansı müəllim bu metodu tətbiq eləsə və bütün ölkədə müəllimlər bu sahədə, bu yöndə dərs desələr, inanmıram ki, məsələn, hansısa şagird gələcək cinayətkar olsun, hansısa şagird gələcəkdə getsin, məsələn, pis insan olsun. Ya, müəllim özü də buna əməl eləsə və bunu şagirdinə də ötürsə, çox keyfiyyətli insanlar yetişdirə Ha, bilər. deməli individualdır da. Yəni bir şəxsin bir nümunəvi davranışı ilə bu qədər nəticə dəyişə bilirsə, deməli əslində 10 gənc bir araya gəlib gözəl belə bir təhsil barəsində həyatlarını, tələbələrin həyatlarını dəyişdirəcək addımlar atsa, əslində böyük şeylər olar. Bəli. İndi burada bir təhsillə bağlı danışarkən bir nüansa diqqət çəkmək istəyirəm. Təhsil sərbəst düşüncə doğururmu yoxsa formaya mı salır? Mən belə düşünürəm ki, təhsil əslində sərbəst düşüncəni doğurmağa məhkumdur, əsl doğru təhsil və həmçinin bu doğru təhsili də əslində doğru təhsil formaya da salır. Çünki dediyim kimi bu formaya salınmayan, necə deyim, pərakəndə olan təhsil yenə dediyim kimi təhlükəlidir. Tələbəni hər şeyə şunaslığa gətirib çıxara bilər. Siz necə düşünürsüz? Yəni siz tələbələrlə işləyərkən onlara verdiyiniz təhsili, belə deyim, onlara mı deyirsiniz gedin özünüz formaya salın öyrəndiyiniz şeyləri, yoxsa siz onlara bunun yolunu da mı göstərirsiniz? Hazır mən formaya salınan hər şey inkişafından dayanar. Schopenhauer'ın gözəl bir sözü var, kitablarında yazırdı. Fosil nümunəsini çəkirdi. O deyirdi ki, məsələn, biz artıq bir kitabdan bir bilgi oxuduğumuz zaman, məsələn, tutaq ki, sənin dağlara marağın var, yeni kəşflərə marağın var və yaxud da ki, sən artıq o kəşflər haqqında bir kitabdan bir məlumat oxuyanda artıq həmin kəşfləri formaya salırsan, həmin biliyi formaya salırsan. Artıq inkişaf eləmək istəmirsən, çünki artıq bilirsən ki, kitabda bu haqqda onsuz da yazıblar. Mən burdan oxudum bunu. Amma sən onu bilməsəydin, onun üzərində özünü araşdırsaydın, özün həvəs göstərib tədqiqat aparsaydın, bəlkə də sən o kitabda müəllifin kəşf elədiyindən daha çox şey kəşf eləyəcəkdin. Ona görə məsələn bizdə bir gənc var idi, çox həvəskar, çox motivasiyalı gəncdir və bunun o tarixi məsələn emblemləri tapmaq, tarixi əşyalar tapmağa çox böyük marağı var. Və bu gənc artıq 5-6 ildir ki, həmişə dağlara gedir, özü üçün məsələn nəsə oxuculuğu, ox başlıqları filan tapır. Mən məsələn onu görəndə hər dəfə çox sevinirəm. Çünki bilirəm ki, bu insan yaradıcı insandır. Bu insan gələcəkdə nəsə kəşf eləyəcək. Kəşf eləməsə də ən az onun qürurlanacağı bir mövzu olacaq ki, mən həyatımı bir şeyə sərf eləmişəm. Amma məsələn o açıb bir səhifədə də bunu oxuya bilər ki, filan dağda filan şey tapılıb. Və bitirə bilərdi bütün həyatı boyu. Amma onun bir artıq mübarizəsi olmayacaqdı artıq o zaman Azər müəllim. Ona görə də insanın bu həyatda mübarizəsi olması və onun orada mübarizə aparması çox dəyərli şeydir. İnsanın həyat motivasiyasını təşkil edir. Deməli, əgər tələbəyə şəxsiyyət verdiyimizi nəzərə alsaq, yəni tələbə artıq şəxsiyyət sahibidir və artıq nə üçün oxuduğunu, hansı amal üçün təhsil aldığını bilir. Mən düşünürəm ki, bir neçə ə, dərs var ki, tələbə onları yaxşı almalıdır həyatda. Bir, özünə olan davranışı, bir ailə üzvlərinə olan davranışı, bir də ətrafa olan davranışı. Yəni burada çox önəmlidir. Bu 3 davranışlarından birində qırılma olsa, xüsusən ailəyə qarşı, bu insan yəni ailəsinə qarşı deyək, şagird sevgi ilə yanaşa bilmirsə, ailə də
övlada sevgi ilə yanaşa bilmirsə, bu yenə də bir yerdən sonra qırılacaq. İndi burada belə bir şey sual vermək istəyirəm ki, eee, tələbə, şagird təhsil alır, öyrənir. Bəs bu öyrəndiyi dərslər arasında hansıları önəmlidir, fundamentaldır? Yəni bir tələbə oxuyacağı ixtisas, mütəxəssisləşəcəyi sahədən asılı olmayaraq hansı dərsləri bilməlidir? Ən azından bir orta səviyyədə. Yəni mən düşünürəm ki, bunun başında birinci dil gəlir. Özünüz də Azərbaycan dili müəllimisiniz. Mən də ingilis dili tədris edirəm. Düşünürəm ki, tələbənin özünü ifadə etmə bacarığı, yəni dili bilmə bacarığını önə çəkmək lazımdır, ön plana. Siz nə düşünürsünüz? Azər müəllim, valla belə deyim sizə, bizdə hansı fən daha önəmlidir mövzusu yoxdur. Hansı fən sənin həyatında daha çox işıq tutur mövzusu var. Ola bilsin ki, bir tələbə musiqi fənnini çox sevir və musiqi fənnini çox sevdiyi üçün o musiqi sahəsinə getmək istəyir. Və gələcəkdə bəlkə də o sahədə çox böyük yaradıcılıqlar eləyəcək. Ya da bir tələbə texnologiyanı çox sevir və gedir hansı sahədə çox qəşəng işlər görür. Hə, amma bizə praktik olaraq hansı fənlər daha çox kömək eləyirlər? Məsələn, Azərbaycan dili, ingilis dili, yəni dil fənləri bizim ünsiyyət bacarıqlarımızı inkişaf elətdirir. Daha sonra məsələn riyaziyyatı, məsələn riyazi məntiq bizim riyazi düşüncəmizi inkişaf elətdirir. Tarix məsələn çox önəmlidir. Çünki siyasi bacarığımızı, dünya görüşümüzü artırır və ən əsaslarından biri də ədəbiyyatdır. Bizim ruhumuzu oxşuyur və empatiya hissimizi gücləndirir. Ona görə də məsələn bu adını çəkdiyim fənlər mən düşünürəm ki, bir şagirdin həyatında daha çox önəmli rol oynayacaq. Çox gözəl. Bəs, müəllim özünü necə ifadə eləməlidir? Mən düşünürəm ki, burada çox önəmlidir. Çünki bu mövzu çox önəmlidir. Bir çox müəllimlər var ki, bilgisi çoxdur, çox məlumatı var, amma onu qarşı tərəfə ötürə bilmir. Yəni o bildiyi mövzuları qarşı tərəfə, tələbəyə keçirə bilmir. Tələbə ondan o enerjini ala bilmir. Yəni burada müəllimin özünü ifadə etmə bacarığı çox önəmlidir. Hətta çünki rol model olaraq gördüyü üçün əgər bir müəllim, tədris etdiyi ixtisasdan asılı olmayaraq özünü dili zəifdirsə, qarşı tərəfə düzgün danışıqla bunu ötürə bilmirsə, bu yenə də bir təhlükədir. Çünki bəzən müəllimlər görürük ki, dərsə gəlirlər, dərsə halsız bir şəkildə gəlirlər, danışmaq istəmirlər. Tələbə bir şey dediyi zaman necə deyərlər loru dillə, yola verirlər. Yəni müəllim öz problemlərini, necə gizləsin? Yəni dərsə gələndə. Çünki bu müasir dövrdə müəllimin də çox problemləri var, ailəvi problemləri var, ailə münasibətlərində problem yaşana bilər. Bunu necə gizləsin? Necə tələbəyə o enerjini ötürməsin, özündə saxlasın dərsə girmədən öncə? Belə deyim sizə, müəllim təbii ki, hər birimiz insanıq və bizim hamımızın müəyyən problemləri var. Ailəvi problemlər ola bilər, maddi sıxıntılar ola bilər, psixoloji problemlər ola bilər, yorğun ola bilərik və mən düşünürəm ki, müəllim bunu sinifdə yansıtmamalıdır. Çünki bizim bir müqəddəs borcumuzdur təhsil. Şagirdə nəyəsə öyrətmə yanaşı sevgi verməliyik və öz psixoloji halımızla sinifə daxil olduğumuz zaman artıq onu şagirdə ötürürük həmin enerjini, neqativ enerjini. O da şagirdin həyatına mənfi təsir göstərir. Ən azı bir şagirdə bir şey verə bilmirik müsbət formada. Ona görə də bilmək lazımdır ki, müəllim əgər sinifə girəcəksə bu hisslərini biraz bloklamalıdır. Çünki müqəddəs vəzifədir. Yox, əgər bloklaya bilmiriksə, bu sahədən kənarda qalmalıyıq. Zaten sən sinifdə şagirdlərlə çox yaxşı ünsiyyət qurduğun zaman bir müddət sonra onsuz da o uşaqların müsbət enerjisi sənə keçir. Bir də görürsən ki, çox qəşəng dərs keçir və özünü yaxşı hiss edirsən. Məndə dəfələrlə olub bu hal. Məsələn, yorğun olmuşam, sinifə girmişəm. Şagirdlərlə o qədər gözəl ünsiyyətimiz olub ki, mən sinifdən çıxanda enerjili formada çıxmışam. Çox gözəl. Enerji də bulaşıcıdır da, yəni pozitiv enerji. bulaşıcı. Bəs inanclı müəllim, inancsız müəllim ayrımı edə bilərmi? Bir insan inancsızdırsa müəllim ola bilərmi? Müəllimin, müəllimliyin inancla ciddi bağlılığı yoxdur. Biz məsələn tolerant bir ölkədə yaşayırıq və tolerant ölkədə yaşadığımız üçün də biz məsələn dərsdə, xüsusən dərsdə inanc mövzularına və yaxud da ayrı seçkili mövzularına toxunmamalıyıq. Qaldı ki, müəllimin inanclı olub-olmamasının tədrisə keyfiyyəti necədir? Düşünürəm ki, məsələn optimist dərsə inanclı müəllim daha alternativ versiyadır. Çünki inanclı müəllim şagirdlərə daha yaxşı motivasiya verə bilər. Məsələn, Tanrı haqqında, həyat haqqında şagirdlərə ümid verə bilər. İnancsız müəllim isə pessimist dərs keçə bilər. Əksi də ola bilər təbii ki, amma daha çox bizim dediyimiz hallar belə hallarda baş verir. Məsələn, bizim bir müəllimimiz var, inancsız idi. Daim neqativ fikirlər səsləndirirdi sinifdə. Yoxluq haqqında, nihilizm haqqında və s.
Bu da bizim həyat motivasiyamızı aşağı salırdı. Yəni sadəcə fərq bu ola bilər, amma yenə də deyirəm, təhsil sistemində biz, tolerant yanaşmalıyıq. Məsələn, ola bilsin ki, şagird inancsızdır və ya da bir Ola şagird bilər, bəli, inancsızdır. bəli. Qəti şəkildə ayrı müəllim olmaz. Çünki şagirdlər arasında fərq yaratmaq müəllimin öz vəzifəsinə xəyanət hesab olunur. Düzdür. Müəllimin bir də uzaqgörənliyi var. Həqiqətən mən yadıma gəlir, o vaxtı universitet oxuyanda, Türkiyədə təhsil alarkən mən ingilis dili müəllimi olmağı heç planlamırdım. Bir gün dərsdə oturarkən daha A1 səviyyəsində idim və biz 12 tələbə dərsdə oturmuşduq. Müəllim bir mətni dedi ki, Azər, bu mətni oxuya bilərmisən? Müəllimin adı Ömər idi və çox yaxşı müəllimdir. Yəni kaş ki, onu da indi görə bilsəm, rabitəm olsa, ona böyük bir təşəkkür borcluyam. Bir dəfə A1 səviyyəsində olarkən müəllim mənə dedi ki, bir mətn oxu. Mənim hələ halbuki ingiliscəm çox başlanğıc səviyyəsində idi. Sadəcə mənim səs tonumdan, oxuma şəklimdən o mənə dərs sonrasında dedi ki, səndən ingilis dili müəllimi olacaq. Sən ingilis dili müəllimi olmalısan. Mən də hətta orada Türkçə dedim ki, hocam dalga mı geçiyorsunuz benimle? Yani mən mühəndislik oxuyuram, yəni ingilis dili hardan çıxdı? Dedi, mən nə qədər yaşayıramsa bu sözümü sənə deyəcəm və bir gün gələcək ki, bu sözümü xatırlayacaqsan. Səndən olsa çox gözəl ingilis dili müəllimi olar. Sən dili tədris edə bilərsən. O müəllimin dediyi şey 7 il sonra təsdiqləndi. Həqiqətən həyat elə gətirdi ki, mən bu ixtisası görməyə, belə deyim, ətrafdan məni məcbur etdilər ki, sən bu işi görməlisən, çünki bacarığın var və mən çox sevincliyəm. Həqiqətən o müəllimə təşəkkürümü bildirirəm. Yəni müəllimin uzaqgörənliyi bir də. Bəzən tələbələr ixtisas seçə bilmir. Amma bəzən olur ki, müəllim tələbənin nə olacağını daha yaxşı bilir, amma tələbənin halbuki özündən xəbəri yoxdur. Burada necə olmalıdır? Müəllim həmçinin bu mövzuda valideynlə birlikdə işləməlidir və müəllimin uzaqgörənliyi ilə bağlı nə deyə bilərsiniz? Yəni bu, mənəvi kontekstdə bəsirət olaraq keçir. Uzaqgörənliyi nədir yəni müəllimin? Müəllim sadəcə dərsinimi keçməlidir, yoxsa bir tələbənin gördüyü zaman onun nə olacağını, hansı peşəyə daha yatkın olduğunu oxumalıdırmı? Eee, Gözünün içindən. müəllim ilk olaraq psixoloji bilikləri yaxşı bilməlidir. Məsələn, mən hələ bu sahəyə gəlməmişdən qabaq bədən dili çox oxuyurdum, psixologiya çox oxuyurdum. Çünki universitet vaxtlarından belə araşdırmalara başlamışdım. Məsələn, indi bədən dili sahəsində kifayət qədər təcrübəm vardı ya. Məsələn, hərdən sinifə girirəm, görürəm, məsələn, hansısa şagirdin kefi yoxdur, bunu tutmaq olur bədən dilindən. Artıq bu o qədər, məsələn, aktual olub ki, uşaqlar arasında o qədər bunu təkrarlamışam ki, uşaqlar deyirlər ki, müəllim, sizdə heç nə gizlətmək olmur. Testi köçürən uşaq olanda, məsələn, mən dərhal hiss edirəm ki, uşaq özü testi yazmayıb. Müəllimin psixoloji bilikləri mütləq şəkildə olmalıdır, ki, bu onun uzaqgörən olmasa gətirib çıxaracaq. Və uzaqgörən müəllim şagirdin həyatına müsbət yönü də daha yaxşı verə bilir. Məsələn, şagird öz hədəfləri haqqında yalan danışa bilər, amma müəllim hiss eləyə bilər ki, əslində o nə istəyir. Ona doğru istiqamət verə bilər. Və yaxud da ki, məsələn, şagirdin hansısa bir problemi olar, həmin problem onu üzər. Müəllim bunu hiss edir, şagirdə yaxınlaşar. Çünki şagirdlərin çoxunun problemi olmadı. Gəlib müəllimə demirlər ki, ay müəllim, mənim filan problemim var, bunu həll elə. Müəllim özü yaxınlaşa bilər ki, deyər, əziz şagird, nə problemin var? Sənə kömək necə eləmək lazımdır? Ən azından onun dərdini dinləyə bilər ki, bu da şagirdə müsbət təsir eləyər. Bir şagirdim var idi, məsələn, mənə elə özüm yaxınlaşım, dedim, niyə kefin yoxdur? Özü sonra mənə WhatsApp-dan yazdı. Dedi ki, müəllim, yazmışdınız, belə yazmışdı. Müəllim, son dövrlərdə özümü çox pis hiss edirəm. Dostum, tanışım yoxdur. Hər dəfə ölüm haqqında fikirləşirəm və s. Başladım onun dərdlərini dinləməyə. Heç bir şey eləmədim, sadəcə dərdlərini dinlədim. Böyük uşaq ölüm haqqında düşünür. Dərdlərini dinlədim. Çox pessimist haldaydı. Və bu ona o qədər müsbət təsir göstərdi ki, gördüm yavaş-yavaş uşaq inkişaf eləyir. Yavaş-yavaş gələn dəfə ən azı sinifə gələn xoşbəxtdir. Çünki bilir ki, ən azı mənim dərdini bölüşdüyüm bir insan var bu sinifdə. Ona görə də məsələn uzaqgörənliyin faydaları çoxdur. Müəllim bunu bacarmalıdır. Müəllimin əsas vəzifələrindən biri bu. Yeni nəsil, məsələn, Gen Z deyirlər də, milleniumdan sonra da doğulanlar, 2000-ci illərin sonra doğulan tələbə. Mən çox diqqət eləmişəm, biz 2000-dən öncə olanlarıq, amma bizə daha çox əsaslandırmadan bəzən müəllim avtoritet olaraq bunu belə etməlisən deyirdi və biz edirdik. Biz sorğulamırdıq. Amma müasir gənclər, xüsusən internet dövründə böyüdükləri üçün, onlar deyir ki, müəllim, siz mənə bir şey deyəndə ona əsaslandırın, yoxsa mən etmək istəmirəm. Məsələn, dərsdə oluruq, tələbəyə sözləri izah edirəm, danışırıq ingilis dilində. Tələbəyə deyirəm ki, not al. Tələbə deyir ki, müəllim, mən ekran görüntüsü ala bilərəm də, mən niyə not alım? Deyirəm ki, not al, deyir müəllim, mən kopyalaya bilərəm də, Bu mənim də kompüterdən başıma çox qoşulmuşam. Mən ona deyirəm ki, səbəbini sənə deyim. Bəlkə yazmaq istəməyə bilərsən, amma onu unutma ki, yazmaq sənin oxuma prosesini asanlaşdırır, öyrənmə prosesini asanlaşdırır.
böyük mütəfəkkirlərdən biri deyir ki, yazın, yazmasanız unudarsınız. Məsələn. Yəni insan, tələbəyə deyirəm ki, sən yazmalısan ki, unutmayasan və yazsan, əslində bu məlumatı daha sonra evdə oturub 5-6 saat eyni mövzunu təkrarlamağa ehtiyacın olmayacaq. Çünki bir dəfə yazdığın üçün artıq beyin o məlumatı qəbullanır. Yəni tələbələrdə, indiki tələbələr deyir ki, mənə dediyi məlumatı əsaslandır. Əsaslandırmasan, mən onu etməyəcəm. Psixologiya alanında belə bir baryer var. Ona görə valideynlərlə də birlikdə işləmək lazımdır. Mən valideynlərə də deyirəm ki, siz övladlarınıza, xüsusən yeni nəsildə doğulan övladlarınız var, onlara deyin ki, bir şeyi belə et deyəndə onu əsaslandırın. Çünki əsaslandırmasan qəbullanmayacaq. Bəli. O internetdən gedir, oxuyur. Yəni biz uşaqları ağılsız, ağlı zəif kimi görməməliyik. Mən hətta unutmuram, mənim bir, 9 yaşında bir tələbəm var idi. İndi 11 yaşı var. Hələ də məndən ingilis dilinin dərslərinə qoşulur. Çox yaxşıdır səviyyəsi. Mən bir gün dərs deyərkən o tələbə oturub mənə sadəcə belə baxırdı. Reaksiya vermədən sadəcə üzümə baxırdı, baxırdı. Mən ingiliscə dərsi tədris edirdim. Bir qrammatik mövzunu başa salırdım. Mən tələbənin təsirindən bəhs etmək istəyirəm və ağlından. Tələbə dedi ki, müəllim, olar sizə bir sual verim? Dedim, buyur. Deyir, Azər müəllim, siz kim olmaq istəyirsiniz? Və gözümün içinə baxdı, bu sual verdi. Mənim heç yadımdan çıxmır. Bir 2-3 dəqiqə dondum qaldım. Sən demə, mən bu sualı heç özümə verməmişəmiş və 9 yaşlı uşaq mənə dedi ki, siz müəllim nə olmaq Vaxta istəyirsiniz? qədər sual verməmişdiniz. O günə qədər o sualı özümə verməmişdim. Yəni o tələbənin bir sözü ilə dedim ki, yəni 9 yaşlı uşaq mənə 90 yaşlı alimin verdiyi sualı verdi. Və o sual əsasında o an ona cavab verə bilmədim. Hı. Amma o sualı sonra gedib özüm dərin düşünəndə tapdım və o tələbənin o bir dənə necə deyim, təkanı, o sualının verdiyi təkandan mən özümü bəlkə də öz peşəmdə deyim, bir neçə addım daha irəli atdım. Əslində Mən o çox qəşəng tələbəyə təşəkkür edirəm. Həqiqətən. Əslində burada məsələn sizin yerinizə hansı müəllim olsaydı, məsələn sırf o suala cavab vermək üçün bir çox yalan deyə bilərdi. Amma Az danış dərsə diqqət edin. belə də deyə bilərdi. Amma siz ideal müəllim obrazına girmisiniz orada. Yəni bilməmisiniz və demisiniz ki, elə dəqiq bilmirəm. Bu çox gözəl bir şeydir. Çünki müəllim bir şey bilmirsə, şagirdə belə bir cavab verə bilər. Bu haqqda fikirləşməmişəm ya da bu qabağıma çıxmayıb bilmirəm. Bunu araşdırıb sənə geri dönüş eləyərəm və yaxud da bu barədə bir cavab tapandan sonra sənə izah eləyərəm. Çox gözəl metoddur bu. Gözəl. Siz belə bir yalla rastlaşmısınızmı? Yəni elə bir şey olub ki, tələbənin bir sözü, bir sualı sizin həyatınızı dəyişdi. Həyatımı dəyişdirə bilən yerdə başıma belə hallar gəlib, amma şagird mənim özümə soruşmur təbii ki, nə olmaq istəyirsən. Soruşublar, məsələn, ən böyük arzunuz nə olub vəs. Amma o vaxt cavabım var idi. Amma mənə üzən şeylər də çox olub tədris prosesində. Məsələn, bizdə qardaş bacı var idi, ataları rəhmətə getmişdi. Və kasıb ailə idi. Məktəbə belə onları güzbala ilə gətirirdik. Maddi sıxıntıdan əziyyət çəkirlər, yol pulu tapa bilmirdilər bəzi hallarda. Bir gün nəsə anaları bunlara 15 manat pul verib. Bacı böyükdür bir sinif qardaşdan və sanki həmin qardaşa analıq eləyib. Belə çox qəhrəman bir qızdır. Bir gün həmin gün gəldik sinifə, gördüm ki, oğlan pul itirib. Və çox belə kədərlidir, emosional haldadır, başını aşağı salıb. Soruşdum nə olub? Dedi ki, müəllim 15 manatım itib, tapa bilmirəm onu. Amma həqiqətən də o necə deyirlər, o kədəri gözündən oxuyursan uşağın. O vəziyyətdədir, çox kədər. Mən düz 15 manata görə yox, məsələ həll olunası məsələ. Zaten həll elədik onu. Amma şagirdin o şeyə necə böyük bir dərd kimi qəbulləməsi və ona görə nə qədər üzülməsi həqiqətən mənim özümü də sarsıtdı. Sonra onun bacısı girdi içəri. Ataları da təzə rəhmətə gedib bunların. Özü gənc uşaqları da və sair, acıları da bu tərəfdən var. Ana nəvazişi çəkərəm istəsən yaxınlaşdı ona. Dedi, nə olub, nə problem var? Dedi, pul itirmişəm, heç nə. Əlini çəkdi onun belə belinə, narahat olma və sair belə təsəlli verməyə başladı. Halbuki 15 manat bunların çox ciddi bir məbləğdir. O həmin uşağın öz qardaşına o verdiyi nəvaziş, o qayğı sizə deyərəm ki, bəlkə də çox böyük motivasiyadır və çox böyük bir səhnədir. Düzdür. Hətta Çox böyük bir səhnədir. Bir film var, ismini unuttum. Bir Amerikalı müəllim olur, onun təyinatı çıxır bir şəhərə və bunun Amerikada getdiyi bu müəllimin getdiyi şəhər çox nadinc, dərs oxumayan, ailəsində narkomaniya qurşanan, anası, atası rəhmətə gedən və yaxud çox kasıb təbəqədən gələn tələbələr olur və bu müəllimə bu sinifi təyin edərkən deyirlər ki, bu sinifi sizə sadəcə veririk, amma bu uşaqlar mən sizə deyim ki, heç bir şey olan deyil. Hı. Bu müəllim bilərəkdən o sinifi götürür və deyir ki, yox, mən bu sinifdən işləyəcəm. Bu Amerikada həmin
ştatın ən zəif sinifidir deyə bilərik. Yəni bizdə bəzən olur, ən zəifləri, ən dəcəlləri ayırırlar. O uşaqlar içərisində yenə dediyim kimi narkomaniya ilə məşğul olanlar, pis vərdişlərə qurşananlar da var. Müəllim hər bir tələbəyə individual yanaşır. Onun filmini də var. Burada qoyaram, izləyicilər izləyər. O müəllim o sinifə sadəcə ordakı uşaqlara şəxsiyyət verərək, sənin bu uşaqların şəxsiyyət problemi var. Uşaqlara şəxsiyyət verərək o sinifi o qədər dəyişdirir ki, o sinif həmin ştatda ən yüksək dərəcələr alan sinif olur və həmçinin ordakı bütün tələbələr, sinifin bütün tələbələri yüksək nəticə qazanır öz sahələrində. Yəni bir müəllimin təsiri, bir müəllimin necə deyim, tələbə ilə olan münasibəti çox ciddidir, çox önəmlidir. Yəni müəllim bir əslində valideyndir, həqiqətən də belədir. Təbii ki də biz burada haqqı ilə iş görən, məsələn, sizin kimi bir müəllimləri biz nəzərdə tuturuq. Yəni son olaraq mən bunu demək istəyirəm ki, müəllim, yenə dediyim kimi bu sözümü təkrarlayıram, hər bir insan tələbədir, müəllimin özü də tələbədir. Sadəcə bəzən biraz səviyyə fərqi ola bilir. Hamımız öyrənirik, öyrənməyə davam edirik. Ümid edirəm ki, bu podkastı izləyənlər də yeni bir şeylər öyrənəcək və yaxud onların yazacağı şərtlərdən biz yeni şeylər öyrənəcəyik. Siz nə demək istəyərdiniz Əli müəllim son olaraq? Mən düşünürəm ki, təhsil mövzusunda belə podkastlar çox olmalıdır. Hətta izləyicilərdən xahiş edirəm ki, bunu izləyəndən sonra öz fikirlərini rəylərə yazsınlar. Bizdə təhsil sahəsində boşluqlar çoxdur Azər müəllim. Ən böyük boşluğumuz da müəllim və şagird arasında olan münasibət boşluğudur ki, bunlar düzəlmir. Bu məsələlər düzəlsə, siz bayaq çox doğru bir söz vurğuladınız. Müəllimin şagirdin həyatında olan rolu bəlkə də valideynin rolundan böyükdür. Yunan alimlərindən biri deyir, valideynim məni göydən yerə endirdi, müəllim isə məni yerdən göyə qaldırdı. Yəni valideyn məni dünyaya gətirdi, amma müəllim mənə tədris edərək, təlim öyrədərək şəxsiyyətimi ucaltdı. Yəni müəllim şagirdə böyük istiqamət verə bilər. Və şagirdin həyatına elə bir toxunuşlar edə bilər ki, həmin şagird böyüyüb cəmiyyəti dəyişdirə bilər. Bəli. Ona görə də müəllimlərdən, bunu izləyən müəllimlərdən də xahiş edirik ki, şagirdlərinizi övladınız kimi qəbul edin. Sanki onlar sizə Allah tərəfindən verilmiş hədiyyədirlər. Allah onları sizə tapşırıb. O cəhətdən şagirdlərinizə yanaşın və onu bacarsaq, inanın ki, bu ölkəyə çox keyfiyyətli şəxsiyyətlər yetişdirə bilərsiniz. Və heç bir şagirdi davranışına görə qiymətləndirməsinlər. Yəni bu uşaq bu gün məsələn bir dənə hərəkət elədi, demək tərbiyəçi uşaqdır, məktəbin şüşəsini sındırır, tərbiyəçi uşaqdır. Xeyr, belə düşünmək yanlışdır. Sabah bir gün məsələn elə bir hərəkət eləyər ki, gələcəkdə görərsən ki, bu uşaq hara, belə bir iş eləmək hara. Şəhidlərimizə örnək götürək də. Məsələn həyatlarını oxuyanda görürəm ki, elə şəhidlərimiz olub ki, çox nadinc olublar məktəb vaxtı. Bir tanəsi mənim öz sinif yoldaşım olub. Elfət şəhid olub Qarabağda. Allah rəhmət eləsin bütün şəhidlərimizə. 2 alanda olub və sair. Amma bir də görsən ki, gəlib sənin vətəninin keşiyində durur. Kişilik örnəyi olur insanlara. Ona görə də şagirdlərə davranışına görə qiymət vermiyor. Rumi deyirdi, Cəlaləddin Rumi deyir, elə bir fəsil gələr, açmaz dediyin çiçəklər açar. Ona görə də şagirdlərlə müəllimlər arasındakı ünsiyyət bu ölkəmizdə düzəlsə, həqiqətən təhsilin keyfiyyəti də artacaq. Çox gözəl. Bitirmədən öncə şəhidlərimizə nəzər salmaq istəyirəm. Mənim oxuduğum, yəni eyni sinifdə oxudum Lənkəranda təhsil alarkən, 1 il orada təhsil almışam. Orada bir sinif yoldaşım var idi, Elşad, və sinifin ən az oxuyan tələbəsi idi. Ən az oxuyan tələbəsi idi. Amma bu tələbədə bir xüsusiyyət var idi ki, bu tələbə böyük görəndə, şəxsiyyət görəndə hörmət edirdi. Hətta neçə dəfə müəllimlərini nadincliyinə görə əsəbləşdirmişdi, amma müəllimlər onu nə qədər də təhqir etsə, nə qədər də onun üstünə qışqırsa da heç vaxt müəllimə cavab vermirdi və deyirdi ki, müəllim, siz böyüksüz müəllimsiz. Mən sizə qarşı gələ bilmərəm. Düzdür, mən səhv eləmişəm, mənim xasiyyətim budur. Və həmin uşaq 2-ci Qarabağ müharibəsində şəhid oldu. Yəni şəxsiyyətidir, duruşuyla. Yəni bu dərs oxumur, bundan heç nə olmaz deyə bilmərik. Bəzən dediyim kimi dərs oxuyan çox təhlükəli işlər görə bilər. Bəzən dərs oxumayan bir hərəkəti ilə bütün cəmiyyətə dərs verə bilər. Mən yenə də burdan şəhidlərimizin ruhuna da necə deyim, şəhidlərimizin ruhu qarşısında da baş əyirəm və bu podkastı izləyən insanlardan da xahiş edirəm ki, şərhlər bölümünə yazsınlar, fikirlərini bildirsinlər. Həm biz bildiklərimizi inkişaf elətdirək və yaxud əgər xətalarımız varsa da düzəldək. İzlədiyiniz üçün biz sizə təşəkkür edirik. Bugünkü qonağımız Əli müəllim idi. Adı kimi özü də super müəllim, belə deyim.
Çox sağ olun Təşəkkür Əli müəllim edirəm. gəldiyiniz üçün. Sağ ol, Təşəkkür sağ ol, edirəm. sağ ol.